Salam xanımlar. Bu günləri mən işdəydim. Mənim bir tələbəm var, adını çəkməyəcəm. Dedi ki, mən evə girəndə, ac olanda, uşaqlarım məsəl üçün dönər zakaz eləyəndə, yəni nəsə pizza zakaz eləyəndə mən onlarla bir yerdə yeyə bilərdim heç olmasa birini. Çünki acından ölürəm, qapının içəri təzə girmişəm. Qaça-qaça istəyərdim ki, onu yeyim, amma özümü saxladım bu günləri. Özüm üçün qreçka elədim, ət elədim. Özümü güclə deyir saxladım da, güclə. Amma düzgün yeməyimi yedim və gördüm ki, mən daha heç nə istəmirəm, heç ac da deyiləm. Nəyə görə bunu hamısını sizə danışıram? Mən indi hal-hazırda işdən gəlmişəm. Amma yeməyimi dünəndən hazır eləmişəm. Qreçkamı da, kotletimi də, hər şey hazırdır. İndi sadəcə özümə salat eləyirəm. Pomidoru da doğrayıram. Salat eləyirəm özümə. Yeməyi də qoymuşam qızmağa. Yəni sizə demək istəyirəm ki, xanımlar, qabaqcadan yeməyinizi hazırlayanda, yəni onda siz nə gəldi, ağzına gəldi, yemirsiniz. Ağza nə gəldi, yemirsiniz. Düzgün qidalanırsınız, onda da həmişə formada olursunuz.